Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən 2-ci Rusiya-Qacar müharibəsidir. Bilirik ki, 19-cu əsrdə Ruslarla Qacarlar arasında iki dəfə müharibə baş vermişdi. Birinci müharibə 1804-1813-cü illəri, ikinci müharibə isə 1826-1828-ci illəri əhatə edir. Hər iki müharibə də Rusiyanın qalibiyyəti ilə nəticələnmişdi. Birinci Rus-Qacar müharibəsi nəticəsində 1813-cü ildə Gülüstan sülh müqaviləsi imzalandı. Hətta Gülüstan sülh müqaviləsində belə bir maddə də vardı, separat akt da vardı. Bu separat aktda deyilirdi ki, gələcəkdə ərazi məsələsinə, ərazi münaqişələrinə yenidən baxılmaq mümkün olacaqdır. Buna görə də Qacarlar dövləti bu separat aktdan istifadə edərək İngiltərənin köməyi ilə gələcək müharibəyə hazırlaşırdı. İngiltərənin köməyi ilə müharibəyə hazırlaşırdı. Gülüstan müqaviləsi Azərbaycan üçün ədalətsiz müqavilə idi. Çünki Gülüstan müqaviləsinin şərtlərinə əsasən Azərbaycan torpaqları Rusiya ilə Qacarlar dövləti arasında bölüşdürülmüşdü. Bu dövrdə Qacarlar dövləti Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə çalışsa da, bu dövrdə artıq Rusiya bundan imtina edirdi. Nə üçün? Çünki bu dövrdə Rusiya Napolyon Fransası üzərində də qələbə qazanmışdı. Napolyon Fransası üzərində qələbə Rusiyanın beynəlxalq nüfuzunu kifayət qədər artırmışdı və Rusiyanın Avropada mövqeyi güclənmişdi. Bu dövrdə Rusiyanın möhkəmlənməsinə, Rusiyanın həddindən artıq güclənməsinə İngiltərədə etiraz edirdi. İngiltərə çalışırdı ki, Rusiya bundan sonra Qafqazda daha çox güclənməsin. Rusiyanın yaxın və orta şərqdə nüfuzunun artması İngiltərə dövlətini narahat edirdi. Ona görə də İngiltərə hər vəclə Qacarlar dövlətinə köməklik edirdi. Və beləliklə İngiltərə ilə Qacarlar dövləti yaxınlaşdı və onlar arasında 1814-cü ildə İngiltərə və Qacarlar dövləti arasında Tehran müqaviləsi bağlandı. Tehran müqaviləsinin şərtləri nədən ibarət idi? Tehran müqaviləsinə əsasən İngiltərə dövləti Qacarlara hərbi və maliyyə yardımı edəcəkdi. Hərbi və maliyyə yardımı edəcəkdi. Həmçinin Qacarlara hərbi silah və gəmi sahəsində köməklik göstərəcəkdi, silah və hərbi gəmilər verəcəkdi. Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxılmasında köməklik göstərəcəkdi. Qacarlar isə öz öhdəsinə götürürdü ki, Qacarlarla sərhəddə Hindistanın təhlükəsizliyinə, sərhədlərinin qorunmasına köməklik edəcəkdi. Və beləliklə Tehran müqaviləsindən sonra artıq İngiltərə Qacarlar dövlətinin işlərinə daha çox qarışmaq imkanı əldə etdi. Qacarlar dövləti ilə İngiltərə arasında Tehran müqaviləsindən əlavə 1801-ci ildə də belə bir müqavilə imzalanmışdı. 1816-cı ildə Qacar ordusunda hərbi parad da keçirildi. Bu Qacar ordusunda hərbi paradın keçirilməsində ingilislərin də iştirakı olmuşdu, ingilislərin köməyi ilə olmuşdu. 1817-ci ildə Yermalov Qacarlar sarayına göndərildi. Yermalov kim idi? Yermalov Rus qoşunlarının Cənubi Qafqazdakı baş komandanı idi. Hətta Yermalova göstəriş verilmişdi ki, Qacarlar dövləti ilə dostluq və ticarət müqaviləsi bağlansın. Yermalov Qacarlar dövlətinə getsə də, bu Qacarlar dövlətində soyuq qarşılandı. Artıq bu da göstərdi ki, müqavilə imzalanmaq qeyri-mümkündür. Ona görə də Yermalov soyuq qarşılandığı üçün geri qayıtmaq məcburiyyətində qaldı. Yermalova göstəriş verilmişdi ki, Gülüstan müqaviləsinin şərtlərinə də yenidən baxılsın. Bu dövrdə demək olar ki, İngilislər İran ərazisində mühüm rol oynayırdı. İngilislər söz vermişdilər ki, Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxılacaq. 20-ci əsrin 20-ci illərində İngiltərə Qacarlar dövlətinə edilən yardımı daha da artırdı.
və Qacarlar dövlətinə hərbi sahədə yardımları daha çox etməyə başladı. Qacarlar dövləti ərazisində qalalar da tikilməyə başladı. Tehran və Təbriz kimi böyük şəhərlərdə isə metal tökmə zavodları da fəaliyyətə başladı. Müharibə ərəfəsində 1823-cü ildə Qacarlar və Osmanlı dövləti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Qacarlarla Osmanlı arasında əməkdaşlıq haqqında müqavilə Rusiyaya qarşı yönəlmişdi. Müharibə ərəfəsində hər iki dövlət Cənubi Qafqazda kəşfiyyat işlərini genişləndirməli idi. Bunu nəzərdə tutulurdu. Artıq bu dövrdə Rusiya Qacarlardan fərqli olaraq Rusiya bu dövrdə Qacarlar dövləti ilə müharibə etmək niyyətində deyildi. Nə üçün niyyətində deyildi? Çünki bu dövrdə Şimali Qafqazda dağlı hərəkatı geniş yayılmışdı. Rusiyanın əsas məqsədi dağlı hərəkatını yatırmaq idi. Bir də bu dövrdə 1825-ci ildə Rusiyanın paytaxtında dekabristlər üsyanı baş vermişdi. Dekabristlər üsyanının baş verməsi də Rusiya hökumətinin başını qatmışdı. 1826-cı ildə Yermalovun rəhbərliyi altında Qacarlar sarayına yeni nümayəndə heyəti göndərildi. Hətta Yermalov bu zaman Qarabağ və Lənkəran xanlığının bir hissəsini də Qacarlara güzəştə etmək niyyətində idi. Lakin yenə də Yermalov soyuq qarşılandı. Bu da artıq müqavilənin imzalanmasının qeyri-mümkün olduğunu göstərdi. Və bunun nəticəsində Yermalov geri qayıtdı. Müharibə ərəfəsində Qacarlar qoşununa Abbas Mirzə rəhbərlik edirdi. 1826-cı ilin iyulun 19-da Rusiya ilə Qacarlar arasında yenidən müharibə başladı. Bu ikinci Rus-Qacar müharibəsi idi. Bu zaman Qacarların əsas hücum hədəfi Qarabağ və Gəncə xanlıqlarını işğaldan azad etməkdən ibarət idi. Abbas Mirzənin məqsədi Şuşaya daxil olub Qarabağı tutmaq, daha sonra isə Qarabağa daxil olub Şuşanı tutmaq, daha sonra Gəncəni, daha sonra isə Tiflisi ələ keçirməkdən ibarət idi. Bu dövrdə Qacar qoşunlarının komandanı Abbas Mirzə idi. Abbas Mirzənin ordusunun tərkibində kimlər təmsil olunurdu? Gəncə xanı Cavad xanın oğlu Uğurlu xan təmsil olunurdu. Keçmiş Bakı xanı Hüseynqulu xan təmsil olunurdu. Şirvan, yəni Şamax xanı Mustafa xan təmsil olunurdu. Bu dövrdə Azərbaycanda olan xanlıqların əhalisi Qacarları Abbas Mirzəni əmin edirdi ki, onlar müharibəyə başlayan kimi üsyanlar təşkil edəcəkdir və Rusiya əleyhinə üsyanlar qaldıracaqdır. Və elə də oldu. Rusiya əleyhinə artıq Gürcüstanda, hətta Gürcüstanın tərkibinə daxil olan Borsalıda və Azərbaycanın bir sıra şəhərlərində üsyanlar da baş verdi. 1826-cı ildə Gəncə şəhərində üsyan baş verdi və 1826-cı ildə baş verən üsyan zamanı Gəncə şəhəri işğaldan azad edildi. Uğurlu xan tərəfindən Şəmşəddil ərazisi azad edildi. Bu dövrdə işğaldan azad edilən ərazilər hansılardır? 1826-cı ildə Lənkəran xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı işğaldan azad edildi. Burada xan hakimiyyəti bərpa edildi. Lənkəran xanlığında Mir Mustafa xan hakimiyyətini bərpa etmişdi. Şamaxı xanlığında Mustafa xan, Şəki xanlığında Səlim xanın oğlu Hüseyn xan hakimiyyətini bərpa etmişdi. Bu dövrdə İrəvan xanı Həsən xan Qacar tərəfindən isə vaxtilə ruslar tərəfindən tutulmuş Pəmbək və Şörəl əraziləri də işğaldan azad edilmişdi. Bu dövrdə Qacarların əsas diqqət yetirdiyi ərazilərdən biri də Bakı ərazisi idi. Bakı ərazisinin azad edilməsi əməliyyatına Bakılı Hüseynqulu xandır. Keçmiş Bakı xanı Hüseynqulu xan rəhbərlik edirdi. Abbas Mirzə Hüseynqulu xana dəstək verirdi. Lakin bu zaman Ruslar Bakıya mühüm əhmiyyət verirdilər. Nə üçün Bakıya mühüm əhmiyyət verirdilər? Çünki Rus ordusunun silahı, ərzaq və ehtiyatı, silah-sursatı və ərzaq ehtiyatı Həşdərxan limanı vasitəsilə Bakıya gəlirdi. Bakı limanı Ruslar üçün mühüm əhmiyyət kəsb edirdi. Ona görə Ruslar tərəfindən Bakı inadlı şəkildə müdafiə olunurdu. Bu
Bu zaman Abbas Mirzə tərəfindən Şuşa qalası 48 günlük mühasirədə saxlandı. Şuşa qalasının 48 günlük mühasirədə saxlanması Abbas Mirzənin strateji səhvi idi. Bunun nəticəsində 48 günlük mühasirə zamanı Rus qoşunları Tiflisdə cəmləşdi və hücum üçün əlverişli mövqe əldə etdilər. Şuşa qalasında olan Rus qoşunları artıq təşəbbüsü ələ aldılar və beləliklə Şuşanın 48 günlük mühasirəsi Qacarlar üçün uğursuzluqla nəticələndi. Artıq 1828-ci il hərbi əməliyyatları zamanı Qacar qoşunları Şuşanı tuta bilmədilər. Bakını və Qubanı ələ keçirdə bilmədilər. Digər əraziləri isə işğaldan azad etmişdilər. Artıq 1826-cı ildə Şəmşir döyüşündə Rus qoşunları qalib gəldi. Rus qoşunların bu döyüşdə qalib gəlməsi Ruslar üçün mühüm əhəmiyyət kəsb etdi və 1826-cı ildə sentyabrın 3-ü Şəmşir idi, 13-ü Gəncə döyüşü idi və bunun nəticəsində Gəncə döyüşü 2-ci Rus-Qacar müharibəsi zamanı hərbi əməliyyatlar içərisində ən böyüydü. Abbas bu zaman bu döyüşdə baş verən xəyanət Rus qoşunlarının qalib gəlməsinə gətirib çıxartdı. Gəncə döyüşü Rus-Qacar müharibəsinin 2-ci Rus-Qacar müharibəsi dövründə həlledici döyüş oldu. Və Rusların bu döyüşdə qələbə qazanması sonraki dövrdə də demək olar ki, müharibənin taleyinin həll edilməsində çox mühüm rol oynadı. Bu zaman Qacar qoşunları uğur qazanırdılar. Qacar qoşunları dedim. Rus Jermalovun uğurlarına baxmayaraq Jermalovu vəzifədə İvan Paskevits əvəz elədi. Artıq 1827-ci ildəki hərbi əməliyyatlarda Rusların əsas hücum hədəfi bu zaman Naxçıvan və İrəvan xanlıqları idi. Naxçıvan və İrəvan xanlıqlarının ələ keçirilməsinə cəhd göstərirdilər. 1827-ci ilin yayında müqavimətsiz Naxçıvan ərazisini tutdular. Rusların artıq bundan sonra əsas hücum hədəfi İrəvan idi. İrəvana vaxtı ilə 1804 1808-1809-cu illər hərbi əməliyyatları zamanı hücum etsələr də İrəvan şəhərin ələ keçirdə bilməmişdilər. 1827-ci ilin iyulunda baş verən Cavanbulaq döyüşündə Rus qoşunları qalib gəldi. 1827-ci ilin sentyabrın 20-sində baş verən Sərdarabad döyüşü də Rus qoşunlarının qalibiyyəti ilə nəticələndi. Artıq bu da İrəvan xanlığının demək olar ki, taleyin həll edirdi. 1827-ci ilin oktyabrın 1-də İrəvan şəhəri artıq güclü müqavimətdən sonra İrəvan şəhəri 1827-ci ilin oktyabrın 1-də ələ keçirildi. İrəvanın ələ keçirilməsində Paskevits mühüm rol oynamışdı. Buna görə də İvan Paskevitsə qraf titulu verildi, Erivanski titulu verildi, pul mükafatı verildi. İkinci dərəcəli Müqəddəs Georgi ordeni ilə tərtib edilmişdi. Hətta İrəvan şəhərinin işğal edilməsi münasibəti ilə Peterburqda hərbi paradda təşkil edildi və İrəvan qalasının tutulmasında iştirak edən bir çox şəxs İrəvanın alınması münasibəti ilə mükafatlandırıldı. Artıq İrəvandan sonra 1827-ci ilin oktyabrında Rus qoşunları tərəfindən Maku, Xoy, Mərənd ərazisi, daha sonra isə Təbrizdə ələ keçirildi və Təbrizdə müvəqqəti idarə yaradıldı. Ümumiyyətlə, Rus-Qacar müharibəsi dövründə hansı ərazilərdə müvəqqəti idarə yaradılıb? Müvəqqəti idarə Zarbalakəndə yaradılmışdı 1803-cü ildə, daha sonra 1806-cı ildə Şəkidə yaradılmışdı, 1827-ci ildə isə Təbrizdə də müvəqqəti idarə yaradıldı. Rus qoşunları artıq 1828-ci ildə yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili işğal etdilər. Artıq bu ərazilərin işğalı Rus qoşunlarının ölkənin içərilərinə doğru daxil olmağa başladılar. Və bunun nəticəsində hətta Ərdəbildə vaxtı ikən Şah İsmailin dövründə təşkil edilmiş Şeyx Səfi kitabxanasındakı kitablar da Ruslar tərəfindən də ələ keçirildi. Artıq Rus qoşunlarının Qacarlar dövlətinin içərilərinə doğru hərəkəti Qacarları tələm-tələsik sülh müqaviləsi imzalanması prosesi sürətləndirdi. Bu dövrdə həm də sülh müqaviləsinin imzalanmasında
sülh müqaviləsinin imzalanmasında Rusiya tərəfi də maraqlı idi. Rusiya tərəfi də maraqlı idi. Sülh müqaviləsində Qacarlar dövlətini kim təmsil edirdi? Qacarlar dövlətini təmsil edirdi Abbas Mirzə, Rusiyanı isə təmsil edirdi Paskeviç. Azərbaycan tarixçisi olan Abbasqulu Ağa Bakıxanov isə bu sülh müqaviləsində tərcüməçi kimi iştirak edirdi. Və bunun nəticəsində 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı. 1828-ci ildə. Türkmənçay müqaviləsinin şərtləri nədən ibarət idi? Türkmənçay müqaviləsinin şərtlərinə əsasən əvvəlki dövrdə İrəvan və Naxçıvan ərazisi Qacarlar dövlətinin tərkibində qalmışdı. İndi İrəvan və Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün şimal torpaqları Qacarlar Rusiyaya verildi. Şimal torpaqları Rusiyanın tərkibində qaldı. Cənub torpaqları Qacarlar dövlətinin tərkibində qalırdı. Qacarlar. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ da Rusiyaya verilirdi. Həmçinin iki dövlət arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, diplomatik korpusun yaradılması da nəzərdə tutulurdu. Bu müqavilədə əlavə olaraq qeyd edilir ki, Qacarlar dövləti ərazisindən ermənilərin Cənubi Qafqaza və Azərbaycana doğru hərəkətinə icazə də verilirdi. Artıq bu müqavilədən sonra ermənilər kütləvi şəkildə Azərbaycan ərazisinə köçürülməsi prosesi baş verdi. Nəticədə ermənilər hansı ərazidə məskunlaşdılar? Qarabağda, Naxçıvanda, İrəvanda, Borçalı ərazisində ermənilərin məskunlaşması prosesi sürətləndi və burada ermənilərin sayı çoxaldı. Hətta bunun nəticəsində Cənubi Qafqazda əhalinin etnik tərkibinin dəyişdirilməsində də gələcəkdə təsir göstərdi. Həmçinin Naxçıvan və İrəvan ərazisində sonrakı dövrdə erməni vilayəti də yaradıldı. Türkmənçay müqaviləsi nəticəsində ədalətsiz müqavilə idi. Çünki Azərbaycan torpaqları Qacarlarla Rusiya arasında bölüşdürüldü. Və Azərbaycanda gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin əsasının qoyulmasında təməlin qoydu. Beləliklə, bu hadisədən sonra 1828-1829-cu illərdə Rus-Osmanlı müharibəsi baş verdi. 1828-29-cu ildə baş verən Rus-Osmanlı müharibəsi Osmanlının məğlubiyyəti ilə nəticələndi. 1829-cu ildə Ədirnə sülh müqaviləsi imzalandı. Ədirnə sülh müqaviləsinə əsasən isə Osmanlı ərazisindən erməni ailələrinin Cənubi Qafqaza və Azərbaycan torpaqlarına köçürülməsinə icazə verilirdi. Həmçinin Ədirnə sülh müqaviləsinin şərtlərinə əsasən Ahasıq Paşalıqda Ahasıq ərazisi də Rusiyanın tərkibinə verildi. Ədirnə sülh müqaviləsi həm də Ədirnə müqaviləsinə əsasən Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən işğalını təsdiq etdi. Bu dərsimizlə bağlı bu qədər.